Çağdaş Təhsil komandasının rəhbəri bu gün Azərbaycanımızın çox gözəl, qonaqpərvər, vətənpərvər, gözəl bir kəndindəyik. Yəni Tovuz rayonunun Əlbəli kəndindəyik. İllər əvvəl mən burada gözəl çəkiliş eləmişəm Valeh müəllimlə bağlı və bu günlərin təqaüddə olan müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Həyatının 40 ildən çoxunu təhsilə fəda vermiş və canını təhsilə qurban vermiş müəllimlərdən birini. Adınız soyadınız müəllim? Tanrıverdiyev Tofiq Bəhəlloğlu. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız və hansı fənn tədris edirsiniz? 40 il biologiya fənnini. Çox gözəl. 40 il işlədiyiniz müddətdə biz bilirik müəllimin yüzlərlə yetirmələri var. Tibb universitetinə qəbul olanlar, müəllimlik peşəsini davam etdirənlər və hərbidə işləyənlər. Müəllim, məktəbdə ən yadda qalan günlər və yaxşı tələbələrin, şagirdləriniz haqqında istəyirəm danışasınız. Yaxşı şagirdlərimiz çoxdur. Ancaq onların müəyyən ali məktəbə qəbul olunmasında mənim özümün fəaliyyətim çox olub. Məsələn, tanınmış həkimimiz Rüstəmov Firdovsi ümumi cərrahdır. Ən gözəl şagirdlərindən olub. İkinci bir şagirdim Qurbanova Şahanə. Çox gözəl pusat həkimdir. İndi Türkiyədə yaşayır, fəaliyyətini Türkiyədə davam etdirir həkimdə. Ondan sonra kəndimizdə nə qədər, təkcə kəndimizdə yox, başqa yerlərdə də işləyən biologiya müəllimləri var. Onların çoxunu yetişdirmən mən olmuşam. Allah hamısına can sağlığı versin. Onların hamısına təhsildə, işdə müvəffəqiyyət arzulayıram. Çox gözəl. Biz bilirik ki, müəllim kənddə gözəl ağsaqqal, gözəl vətəni sevən hərbiçi də olubdur. Neçə il hərbidə olmuş müəllim? 7 il. Hərbidə olmuşsunuz? Bəli, 7 il. Haralarda olmuş? Döyüş gedən mövqelərin çoxunda. Çox gözəl. Biz bilirik həm də gözəl atası, gözəl valideynsiniz. Neçə övladınız var? 4 evladım var. Bəli. Adları? Dürdanə, Elnarə, Seviş və Kifayət. Çox gözəl. Və sizin belə cavan qalmanın səbəbkarı bizim anamızdır və həyat yoldaşınız da çəkilişdən öncə sizin haqqında gözəl sözlər bildirdi. Adınız soyadınız anam? Babayev Zemfira İshak qızı. Çox gözəl. Müəllim necə ata, necə müəllim, necə həyat yoldaşı? Çox yaxşı. Nə arzuluyorsun müəllimə? Can sağlığı. Xəstə ancaq biraz can sağlığı lazımdır buna. Biz də can sağlığı arzu edirik. Və müəllimin 73 yaşı var, arzu edirik 75, 80, 90, 100 yaşında əməkdaşlarımız gəlib gözəl çəkiş eləsinlər. 7 sal təhsillidir, 3 hələ körpədir. Hamısı institut qutarı uşaqlarının. Çox gözəl. Çağdaş Təhsil komandası olaraq və mən Vüsal Kəlbəzəri, Çağdaşın rəhbəri və bizim bölgə müxbirimiz Arzu Qarabağlı da bu günlərin buradayıq. Və sizə öz adımızdan dərin təşəkkür bildiririk. Çox sağ ol deyirik. Sağ olun. Arzu Naxçıvanı demək lazım idi, Arzu Qarabağlı yox. Ana tərəf, ata tərəf. Təşəkkürlər minnətdarım, çox sağ olun.